Fəsil 15. Jonas Folkman 23-cü mərtəbədəki ofis pəncərəsinin yanında tək dayanmışdı və gecə saat 2-də Manhattanın gecəsini gündüzə çevirən şəhər işıqlarına baxırdı. Bu şəhər heç vaxt yatmır. Redaktor düşündü. Müəllifin qiymətli əlyazmasını tapa bilməsə, özünün də uzun müddət yuxusuz qalacağını bilirdi. Hələ də texnikdən zəng gələcəyinə və texniki bir nasazlıqmış cümləsini eşitməyə ümid bəsləyirdi. Amma Folkman nəyinsə yolunda getmədiyini hiss edirdi. Heç bir bölməyə zərər dəyməmişdi. Yalnız Ketrinin. Ofis telefonunu götürüb Ketrinə zəng vurmaq istədi. Amma dəstəyi bir anlıq əlində saxlayıb, sonra geri qoydu. Hələ mərkəzi Avropa vaxtı ilə səhər erkən idi və bu xəbər onun üçün sarsıdıcı olardı. Ketrin Folkmana güvənmişdi. İndi isə o, vəziyyəti qaydasına salmağı özünə borc bilirdi. Axı əlyazmanın şirkət serverində daha təhlükəsiz olacağına Ketrini o inandırmışdı. Əlyazma hardadır? Bəlkə bir neçə saat ərzində qara bazarda peyda olacaq. Folkman özünü dərin bir nəfəs almağa məcbur etdi. Hər halda bu gecə nəyisə onun lehinə olmuşdu. Kiçik bir ümid işığı. İndi o, cəld və diqqətlə hərəkət etməli idi. Folkman ofis boyunca keçib qapını bağladı. Səssizcə kilidi çevirdi. Sonra kitab rəfinə yaxınlaşdı. Burada nəşriyyata dair xatirələr, marketinq lövhələri, metal çap lövhələri, ədəbi mükafatlar, çərçivəyə salınmış bestseller siyahıları və məhdud tirajlı oxu nüsxələri sıx-sıx düzülmüşdü. Üst tərəfdən ən dəyərli əşyalardan birini götürdü. Şəxsi qəhvə fincanını. Fincanda bir kral, bir üçbucaq və bir gül simvol vardı. Bunu ona Robert Langdon bağışlamışdı. İlk kitablarını nəşr etməklərinin 20 illiyində. İtirilmiş müqəddəs qadınlıq simvolları. Langdon kitab satışından əldə etdiyi pulla Folkman üçün bu fincanı almışdı. Elə pul da demək olar ki, sadəcə buna çatmışdı. İllər keçdikcə fincan həm Langdonun davamlı dostluğunun, həm də onların peşəkar əməkdaşlığının simvoluna çevrilmişdi. Fincandan Folkman tək bir açar çıxartdı. Sonra masasına qayıdıb alt siyirməni çəkdi. Orada 481 səhifədən ibarət kağız dəstəsi vardı. Səlqəli şəkildə üst-üstə yığılmış və 2 rezin lentlə bərkidilmişdi. Folkman əlyazmanı götürdü və böyük taxta masanın üstünə qoydu. Başlıq səhifəsində yalnız 2 sətrə yer verilmişdi. Adsız, müəllif, Ketrin Solomon. Nə yaxşı hələ də redaktəni kağız üzərində etmək vərdişimi saxlamışam, deyə düşündü. Ən azından bir nüsxənin əlinin altında olduğunu düşünüb rahat nəfəs aldı. Xoşbəxtlikdən Folkman redaktə nüsxəsini Ketrin əlyazmanı təqdim etdikdən dərhal sonra çap etmişdi. Əksər redaktorlar söz emal proqramlarından və dəyişiklikləri izləmək funksiyasından istifadə edərək düzəlişlərini birbaşa rəqəmsal əlyazmalara daxil edirdilər. Amma Folkman hələ də ənənəvi üsuldan istifadə etməyi üstün tuturdu. Bu dəfə isə ənənəvi üsulla işləmək öz bəhrəsini vermişdi. Əvvəllər əlyazmanın yalnız bir nüsxəsi mövcud olardı. Müəlliflər əsərlərini əl ilə yazar, əlyazmalarını bir qutunun içərisinə qoyar və nəşriyyat ofisinə təhvil verərdilər. Fırtınalı təpələr, Karamazov qardaşları və Zəngilər kimin üçün çalınır kimi əsərlərin hər birinin yalnız bir orijinal əlyazması vardı. Rahat ol, deyə özünə təskinlik verdi. Əgər Maxwell Perkins Hemingway və Fitzgeraldın əlyazmalarını belə qoruyub saxlaya bilibsə, mən də Ketrin Solomon üçün bunu edə bilərəm. İlk iş kimi əlyazmanın ehtiyat rəqəmsal nüsxəsini hazırlayacaqdı. Əvvəllər bütün əlyazmanı söz prosesoruna yenidən yazmaq lazım gəlirdi. Amma indi optik simvol tanıma skanerləri vasitəsilə bir neçə dəqiqəyə bunu etmək mümkün idi. PRH burada nə baş verdiyini araşdırarkən kiçik bir ehtiyat tədbiri. Amma planı düşündüyü vaxt Folkmanı bir fikir narahat etdi. Nəşriyyatın OST skanerləri və fotokopiyaları şirkətin şəbəkəsinə bağlı idi. Əgər hacker PRH-ın ən təhlükəsiz hesab edilən bazasına daxil olmuşdusa, şəbəkəli OST və fotokopiya cihazları da risk altında idi. Bu gecə baş verənlərdən sonra Folkman heç bir riskə getmək istəmirdi. Saatına baxdı. 2:09. Əgər yaxınlıqdakı 24 saat işləyən çap mərkəzinə getsəydi, onların OST və fotokopiya cihazlarından istifadə edə bilərdi. Onlar nəşriyyatın cihazından qat-qat təhlükəsiz idi. Folkman əlyazmanı qoruyucu zərf ilə büküb möhürlədi və çantasına qoydu. Qara idman ayaqqabılarını bağladıqdan və vintaj boz yun paltosunu geyindikdən sonra çantasını çiyninə ataraq ofisdən çıxdı və arxasınca qapını bağladı.
30 saniyə sonra artıq liftlə birinci mərtəbəyə enirdi. Liftdən çıxanda Fokman mühafizəçi Marka əl yerlədi. Sabah görüşərik, Mark. Çox sağ olun, cənab Fokman. Gecəniz xeyrə. Bunun üçün biraz gecdir, deyə Fokman düşündü. Çıxışa tələsərkən foyedə ucalan iki kitab rəfinin arasından keçdi. Burada 1900-cü illərin əvvəllərindən qalma Random House klassikləri sərgilənirdi. Şirkət təsisçiləri Bennett Cerf və Donald S. Klopfer tərəfindən kiçik bir təkrar nəşriyyat kimi qurulmuşdu. Təsisçilərin ədəbi zövqü o qədər bir-birindən fərqlənirdi ki, nəşriyyatın adını da buna uyğun qoymuşdular. Fokmanın bir neçə kitabı bu xüsusi rəflərdə öz yerini almışdı. Bu gecəyə qədər əmin idi ki, Ketrinin kitabının birinci nəşri də bir gün burada olacaq. İndi sənin bir işin var, deyə özünə xatırlatdı və fırlanan iri şüşə qapılardan keçərək küçəyə çıxdı. Bu əlyazmanı qorumaq. Gecə dondurucu, səkilər boş idi. Fokman sağa dönərək Broadwaydə sürətlə 55-ci küçəyə doğru yeridi. Soyuq külək paltonun ətəyini qaldırırdı. Küçəni keçərkən elə fikrə dalmışdı ki, biraz uzaqdakı qara mikroavtobusu görmədi. PRH məlumat təhlükəsizlik şöbəsi Random House qülləsinin 4-cü mərtəbəsində yerləşirdi və server şkaflarından ibarət labirintin içində dərinlikdə yerləşən 6 təhlükəsiz terminaldan ibarət idi. Bu kiçik mərkəz nəşriyyatın daxili serverlərini əhatə edən, sındırıla bilməyən firewall qoruyurdu. Təhlükəsizlik texniki Alice Conan indi terminalda hərfləri sürətlə basırdı. O, Ketrin Solomonun əlyazması və tədqiqat qovluqlarının tamamilə yox edildiyini, sıfırlandığını, təmizləndiyini və geri qaytarıla bilməyəcəyini artıq bilirdi. Bu artıq xilas etmə əməliyyatı deyil, Alex düşündü. Çünki salamat qalmış heç nə yoxdur. Qərbəsi bu idi ki, sistemin müdaxilə aşkarlama sistemi heç bir təhlükəsizlik boşluğu qeyd etməmişdi. Qeyri-adi qeydiyyat girişi, dəyişdirilmiş fayllar, dəyişdirilmiş sistem konfiqurasiyaları və ya yaxalanmış şübhəli paketlər yox idi. Açıq-aydın görünürdü ki, bu xakerlər kim idisə olduqca professional idilər. Kim idi bu adamlar? Jonas Fokmanı xəbərdar etmək üçün tələsən Alex ofis telefonunu yıxdı, amma götürən olmadı. Foyedəki gecə növbətçisinə zəng etdi. Mark, mən təhlükəsizlik mərkəzindən Alex Conanam. Jonas Fokmanı dərhal təhlükəsizlik mərkəzinə çağıra bilərsən? Çox vacibdir. Məni eşidə bilməz. Növbətçi həmişəki şən səsi ilə cavab verdi. İndicə binadan çıxıb. Fokman çıxıb, amma biz onun kitabına görə qayıtmışıq. Alex Fokmanın sadəcə hava almağa çıxdığını və dərhal geri qayıdacağını düşündü. PRH rəhbərliyinə xəbər verməli olub-olmadığını düşündü. Amma indi heç nə edə bilməzdi və ehtimal ki, öz iş saatları daxilində belə bir hadisəyə yol verdiyi üçün onu dərhal işdən çıxaracaqdılar. Zərəri minimuma indir, deyə öz-özünə düşündü. Hələ bunu həll etmək üçün vaxt var. Alexin güclü xakerlik bacarığı vardı. Eyni ilə sistem təhlükəsizliyi sahəsində çalışan əksər texniklərdə olduğu kimi. Azca şansı gətirsə, bir neçə saata PRH sistemini kimin sındırdığını üzə çıxara biləcəyini düşünürdü. Sonra nə aşkar edəcəyindən asılı olaraq, bəlkə də onları ağıllı bir üsulla geri heçləməyin yolunu tapa bilərdi.